Ya Allah, salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Söz verdiyimiz kimi o gün də paylaşma eləmişdik sosial şəbəkələrin hamısındakı. Bəs biz molekulyar fizikadan sırf universitet tələbələrinin dəstək üçün bakalavr səviyyəsində hardasa 5 və yaxud da ki 6 mövzu izah eləyək. Mən baxdım YouTube-da bakalavr səviyyəsindən molekulyar fizikadan demək olar ki məlumat çox azdır. Ona görə də sırf tələbələrə dəstək məqsədi ilə bu video izahları çəkirik. İlk dərsimiz dərs 1 Brown hərəkəti olacaq. Orta məktəbdən bildiklərimizi yüngül vari xatırlayaq və onun əsasında riyazi tənliklərimizi qurub və tənliyin nəticəsində alınan dəyərləri analiz edəcəyik, fiziki mənasını başa düşəcəyik. İlk növbədə Brown hərəkəti nə idi? Brown hərəkəti deyəndə maye və qaza batırılmış və yaxud da ki daxil edilmiş yad hissəciklərin xaotik formada hərəkətidir. Qısa nəzəri bilgi versək, 1821-ci illərdə, təxminən 1821-ci ildə Robert Brown botanik tərəfindən ilk dəfə olaraq Plon göbələyinin sporlarının suda xaotik formada hərəkət etdiyini görür. Amma bunun açıqlamasını təbii ki verə bilmir. Botanikdə biz o dərəcədə ondan o açıqlamanı gözləmirdik. Hələ də 1821-ci ildir. 1905-ci illərdə artıq Albert Einstein və bir neçə Rus alimləri bir-birlərindən xəbərsiz təbii ki, bu hərəkətin əsasını, riyazi tənliyini, ifadəsini və analizini verirlər. Brown hərəkəti əslində nədir? Qısaca olaraq desək, Brown hərəkətində təcrübə olaraq biz nələri müşahidə edirik? Bir yad hissəcik, maye və yaxud da qaz daxilindədirsə, o hissəciyin ölçüləri nə qədər çox kiçik olarsa, hətta Brown hərəkətinin müşahidə olunması üçün ilk növbədə lazım olan bizə o zərərciyin, Brown hissəciyinin ölçüsüdür ki, Brown hissəciyinin ölçüsü təxmini 10 üzəri -4 və 10 üzəri -5 tərtibində olmalıdır, santimetr deyək, tərtibində olmalıdır. Yəni, bu olduqca kiçik bir hissəcik olmalıdır, mikroskop vasitəsilə görünən bir şeydir. Bundan böyük olan, əgər bir zərərciyin ölçüsü bundan böyükdürsə, onda artıq Brown hadisəsi müşahidə olunmur. İndi onun səbəblərini biz ümumi formada izah edəcəyik. İkincisi, bundan asılı olan dəyər temperaturdur. Temperatur artdıqca Brown hərəkəti, yəni burada söhbət gedir maye və qaza batırılmış yad hissəciyin xaotik hərəkəti, nizamsız xaotik hərəkəti eləmə sürəti nə edir? Temperatur artdıqca 60 olur. Temperatur artdıqca 60 olur. İkincisi, buna təsir edən, sürətə təsir edən amillərdən biri mayenin özlülüyüdür. Mayenin özlülüyüdür ki, nə qədər özüllü maye olsa, bir o qədər yad hissəcik daha zəif formada hərəkət edəcək, onun sürətinə mane olacaq. Zəif özlük, məsələn, özlük deyəndə biz özlüyə misallı olan etadan istifadə edəcəyik birazdan. O özlük nədir? Özlük deyəndə, məsələn, bir su var, suyu stəkandan tökürsünüz ikinci bir stəkana, bir də bal var. Balı bir stəkanda tutursan, tökürsən digər stəkana. Burada su ilə balın tökülməsində o hissiyatı tutacaqsınız ki, mən nə demək istəyirəm? Su ilə balın tökülməsində də bir ağırlıq var. Su daha tez tökülür, bal daha zəif formada hərəkət edir. Bu mühitin özlüyü deyirik və onu özlük əmsalı eta ilə işarə edəcək ki, bu bizə lazım olacaq. Özlük nə qədər böyük olarsa, bir o qədər Brown hərəkətinin intensivliyi aşağı düşmüş olacaq. Və ən əsas hissələrdən biri Brown hərəkəti mühit molekullarının hərəkəti deyil. Mühit molekullarının xaotik hərəkəti deyil. Məsələn, qaz mühitidirsə, maye mühitidirsə, oradakı maye molekullarının hərəkəti deyil. O maye və qaza batırılmış, əlavə edilmiş yad hissəciklərin xaotik, nizamsız formada bir hərəkətidir. Gəlin, Brown hərəkətinin bu qədər nəzər hissəsi kifayət edər. Əsas biz Brown hərəkətini biz analiz edəndə biz qəbul edəcəyik ki, həmin zərərcik külə formasındadır və radiusu böyük L-dir. Bu bizim Brown zərərciyimiz olacaq. Bu Brown zərərciyinə maye daxilində biz bilirik ki, molekulyar kinetik nəzəriyyənin 3 əsas müddəası var. Onlardan birincisi, bütün maddələr atomlardan, molekullardan təşkil olunmuşdur. Bu atom molekullar xaotik nizamsız hərəkət edir. İkincisidir. Üçüncüsü, bunlar arasında qarşılıqlı itələmə və cazibə xarakterli qüvvələr mövcuddur. İndi bunlardan molekulyar kinetik nəzəriyyənin ikinci müddəası nədir? Xaotik hərəkət edir. Bütün maddə molekulları, atomları xaotik formada hərəkət edir. Bu xaotik formada hərəkət zamanı ixtiyari bir T anında R radiuslu Brown hissəciyinin, yad hissəciyinin mühit daxilində yuxarıdan ona təsir edən mühit molekulları ani bir anda, məsələn, sol tərəfdən 3 molekul təsir edirsə, bunu bəsitlik olsun deyə bu formada izah edirəm. Soldan 3 molekul təsir edirsə, ani bir anda, sağ tərəfdən 2 molekul təsir edirsə, təbii ki, çoxluq
daha böyük qüvvə ilə təsir etdiyi üçün bizim hərəkətimiz, yekun əvəzləyici qüvvəmiz bu istiqamətdə olacaq, təxmini olaraq deyirəm, bu istiqamətdə olacaq və zərrəcik həmin əvəzləyici qüvvə istiqamətində nə edəcək? Hərəkət edəcək. Bu toqquşmalar çox kiçik müddət ərzində baş verir. Onun üzərindən 4 saniyə ərzində biz bu toqquşmaları qarşılıqlı təsirləri ölçürük. Və burada fluktuasiyalar haqqında danışmaq istəyirəm. Fluktuasiya nədir? Bu Brown hissəciki var. Bu Brown hissəciyinin sol tərəfindən 3 dənə molekul, sağ tərəfindən 3 dənə molekul. Burada 3 dənə sadəcə şərti olaraq deyirəm, amma yenə də deyirəm. 3 molekul orada olmur. Sadəcə şərti olaraq biz bunu tələbələr başa düşsünlər deyə belə deyirik. Fluktuasiya nədir? Fluktuasiya kənara çıxma mənasında başa düşəcəyik. Yəni soldan 3 dənə, sağdan 3 dənə təsir eləsəydi bu zərrəcik hərəkət etməyə bilərdi. Amma ixtiyari bir T anında kənara çıxmaları baş verir deyənə, sol tərəfdən 4 molekul, sağ tərəfdən 3 molekul və 2 molekul təsir edir deyənə, o molekula, o Brown zərrəciyi başlayır müəyyən bir o zərrəciyə net əsas əvəzləyici qüvvə təsir etməyə və onun istiqamətində də zərrəcik hərəkət etməyə. Bax, bu Brown hərəkətidir ki, biz Brown hərəkətini indi bu tam bu formada yox, fərqli bir formada analiz edib baxacağıq. İlk öncə gəlin bir XY koordinat sisteminə baxaq, müstəvilə baxaq təbii ki. Descartes koordinat sistemində, müstəvi koordinat sistemi deyə bilərsiniz, fərq eləməz. Burada Brown zərrəciyinin, R radiuslu Brown zərrəciyinin fərz eləyək ki, bu nöqtədədir. Və başlanğıcdan onun koordinat vektorunu çəksək, görərik ki, bax bu da onun R nədir? Radius vektorudur. Və yaxud da koordinat vektorudur, buna koordinat vektoru deyə bilərsiniz. Bu zərrəcik hara gedəcəksə, məsələn, birazdan bura hərəkət edib gələcək bura, birazdan bura hərəkət edib gələcək bura. Görürsünüz, burada nə var? Bir xaotiklik var ki, Brown hərəkəti eyni, Brown zərrəciyi xaotik formada hərəkət edir. Bu xaotikliyin biz radius vektorunu təyin eləmək istəyirik. Bilmək istəyirik ki, müəyyən bir T anında bu yad hissəcik haradadır? Və nə cür hərəkət edir? Ümumiyyətlə, bilirsiniz ki, kinematikanın əsas məsələsi nədir? Kinematikanın əsas məsələsi istənilən zamanlarda cismin koordinatını təyin etməkdir. Zaten biz zərrəciyin koordinatını təyin eləsək, yad hissəciyin koordinatını təyin eləsək, biz onun bir dəfə törəməsini alıb nəyi tapmış olarıq? Sürətini tapmış olarıq, o sürət bizə verəcək nə? Onun bir dəfə törəməsi zamana görə. İkinci dəfə törəmə alsaq, onun biz təcini tapmış olarıq. A, o təcin nəyə bərabər olacaq? D kvadratı R bölünsün DT kvadratı ki, bunu tədris ərzində zaten biz fizika müəllimləri riyazi analizdə və yaxud da ki, fizika oxuyanlar diferensial hesabda və yaxud da ki, digər bölmələrdən bunları öyrənirik. Bu iki tənlik kinematikanın əsas hissəsidir, bütün tənliklər bunun üzərindən çıxır və biz də Newton dinamikasından istifadə edib, o iki tənlikdən istifadə edib Brown hərəkətini nə cür, nə formada, koordinatın hansı riyazi qanunla ifadə olunduğuna gəlib baxaq. İstənilən bir T anında, məsələn bu hissəni sileyim, ixtiyari bir T anında bu zərrəciyə nə təsir edəcək? Maye daxilindədir, mühit daxilindədir. Bu zərrəciyə bayaqları dedik ki, deməli, molekulların hərəkətinin fluktuasiya nəticəsində buna yekun bir əvəzləyici qüvvə təsir edir. Məsələn, deyək ki, əvəzləyici qüvvə bu istiqamətdə oldu, F qüvvəsi, zərrəcik bu istiqamətdə də hərəkət elədi və maye daxilində hərəkət etdiyi üçün mayenin özlülük əmsalı eta var və özlülüyü olduğu üçün bu maye daxilində bu zərrəciyə Stokes müqavimət qüvvəsi təsir edəcək. Stokes'un müqavimət qüvvəsi təsir edəcək. O da hərəkətin adı üzərində. Müqavimət qüvvəsi nədir? Yəni, bütün parazit qüvvələr hərəkətin əks istiqamətində və sistemin enerjisini dayandırmağa, azaltmağa çalışan olur. Deməli, hərəkətin əks istiqamətində də radius vektor boyunca aşağı doğru bir Stokes qüvvəsi təsir edəcək. O Stokes qüvvəsində də mən deyirəm, ədəd qiyməti 6 pi eta r vurulsun r-dir, daha doğrusu r nöqtə. R nöqtə dediyimiz bu sürətdir yoldaşlar. Koordinatın zamana görə birinci tərəf törəməsi bizə sürəti verir. Amma burada xəta var. Bu yazılış xəta yazılmışdır. Niyə görə? Çünki bərabərliyin biz vektorlarla işləyəndə ən böyük etdiyimiz xətalardan biri ki, bunu qorumalıyıq ki, etməyək. Bərabərliyin sol və sağ tərəflərində mütləq şəkildə vektorial bərabərlik olmalıdır. Yəni həm ədədi qiymət bərabər olmalıdır, həm də istiqamət bərabər olmalıdır. İndi R-in istiqamətinə baxıram yuxarı, Stokes'a baxıram aşağı. Deməli bu səhvdir. Bərabərliyin qarşısında bir dənə mənfi işarəsi atsaq, bu düzdür. R vektorunun əksi istiqamətində Stokes qüvvəsi təsir edir buna.
İndi Newton dinamikasından istifadə edərək gözəl bir formada tənliyimiz yazaq. 2 qüvvə təsir edir M kütləli cismə. F qüvvəsi, bayaq dedik, fluktuasiya təsiri nəticəsində zərrəciklər ona bir F qüvvəsi, mühit zərrəcikləri yad hissəciyə F qüvvəsi ilə təsir elədi. Bu cümlə çox önəmlidir. İkincisi, hərəkətin əksinə ona Stokes müqavimət qüvvəsi təsir elədi və buradan biz işin dinamika hissəsini təyin edəcəyik. İndi sağ tərəfdən mən tənliyi yazıram və tənliyin əsasında zərrəciyin R-ni tanımış olacaq. Yəni R radius vektorunu tanımış olacaq. Gəlin baxaq. Bir zərrəciyə 2 qüvvə təsir edir. İlk olaraq nə yazırıq? Birincisi bilməliyik ki, Newtonun ikinci qanunu nədir? Newtonun ikinci qanunu M-A bərabərdir vektor formasında. 1-dən N-ə qədər nələrin cəmi? Ora təsir edən qüvvələrin həndəsi cəmi. Bax, bu Newtonun ikinci qanunudur. Newtonun ikinci qanununu biz tətbiq eləsək, sırf bu zərrəciyə, bu bəsit haldır. 2 qüvvə, ən bəsit halda biz baxırıq buna. 2 qüvvə təsir edir ona. F qüvvəsi və Stokes qüvvəsi. Gətirib burada dəyəri yeni qoşulaq. Bu cəmi işarəsidir. Cəmi işarəsi, yəni I1 olsa bu 1 olacaq, üstəgəl 2 olsa bu 2 olacaq, üstəgəl ikinci vektor, üstəgəl üçüncü vektor. Bunların tamamını uzun-uzun yazmaqdansa sadəcə sigma cəm işarəsindən istifadə edirik. M-A bərabərdir. M olsun. A nədir? Bayaq dedik. Koordinatın zamana görə ikinci tərtib görməsi. Yəni D kvadratı R bölünsün nə? DD kvadratı. Bərabər. Cəm qüvvələr. Burada 2 qüvvə var. Onlardan birincisi F qüvvəsidir. Üstəgəl ikincisi mənfi 6 pi eta R ifadəsi olandır. Mənfi 6 pi eta R və R vektorunun törəməsi. R vektorun törəməsi sol tərəfi DDT-ni yazmışam. Ona görə gəlin buranı da elə D R bölünsün DT formasında yazaq. Əsas bizim tənliyimiz budur. Amma vektorlar üzərində bu ikinci tərtib diferensial tənlikdir. Vektorlar üzərində işləmək bir balaca bizə çətinlik yaradacaq. Çünki təcrübə nəticələrlə bunu yoxlamalıyıq. Biz əsas ya koordinat oxlarına baxacağıq, ya x ox üzərindən, ya y ox üzərindən. Standart x ox üzərindən bu vektorun proyeksiyasına baxaq və ifadəmizi yazaq. X ox üzərindən baxsam, n bərabər nəyə? Biz nə ifadəsi alacağıq? Koordinatın x ox üzərində proyeksiyasına baxaq. Onda bu olacaq m vurulsun d kvadratı x bölünsün dt kvadrat bərabərdir. Proyeksiyasına baxıram fx, artıq vektor getdi, proyeksiyasına baxırıq. Çıxılsın bu ifadə 6 pi eta r x ox üzərində baxdığım üçün dx bölünsün dt. Biraz daha gözəlləşdirək bu ifadəni. İndi maraqlı burada bir situasiya var. Biz dəqiq olaraq Brown hərəkətinin, Brown yad hissəciyinin necə deyim, ixtiyarlı bir T anında Brown hissəciyinin yer dəyişməsini konkret olaraq ölçə bilməliyik. Ona görə də orta yer dəyişmə anlayışından istifadə edirik. Gəlin bunu biraz açaq, orta yer dəyişmə. Bu hissə düşür. Orta yer dəyişmə anlayışı nədir? Məsələn, biri var adi bizim yer dəyişməmiz, bir də onun orta dəyər. Və ya belə göstərərik, ya belə göstərərik. Yəni, orta yer dəyişməni bu formada göstərəcəyik. Yəni, Brown hissəcik o qədər xaotik bir formada hərəkət edir ki, Brown hissəcikləri onların orta yer dəyişməsini tapmaq istəyir. Bu hissəciklərin ümumi orta yer dəyişməsini tapmaq istəyir. Neyini? O yer dəyişmələri cəmləyərik, ümumi Brown zərrəciklərini sayına bölərik, ya belə ifadə edərik. Və yaxud da ki, bunun orta dəyərinə baxsaq, cavabı 0 var. Niyə? Çünki birinci zərrəcik sağa doğru x qədər getdirsə, bu o qədər ki, xaotik formada Brown zərrəcikləri var mühit daxilində. Mütləq şəkildə ikinci bir zərrəcik var ki, o ikinci zərrəcik qiymətcə buna bərabər istiqamət amma əks yer dəyişmə edir. Biri sağa, biri sola, bunlar bir-birini sıfırlayır. Orta dəyəri götürə bilmərik. Amma kvadratının orta dəyərini təyin edə bilərik. Kvadratının orta dəyərini ya bu formada yazacaqsınız, ya da ki, kvadratının orta dəyəri belədir. Ya bunu təyin edən mümkündür. Necə? Məsələn, cəryanı necə təyin edilir? Cəryan zamana görə sinusoidal olaraq dəyişirsə, onun orta dəyəri 0. Amma kvadratının orta dəyəri 0-dan fərqlidir. Düzdürmü? Biz bunu dəyişən cəryan bölmələrində də bilirdik ki, cəryan orta dəyərini tapanda nə yazırdı? Qısaca bunu göstərim burada. Əslində, planı yoxdur. Onu yenə. Bax, bu formada sinusoidal olaraq dəyişsin. Bunun maksimal nöqtəsi var. Bir də bura var. Bura olsun plus maksimum, bura olsun cəryanın mənfi maksimum. Bir period ərzində bunun ortalamasına baxsam 0-dır. Amma bir kvadratını 100 sətsək, bilirsiniz ki, sinus
aldığı dəyərlərin hər birini kvadrata yüksəltsək, bu yuxarı müsbət dəyərlər alacaq. Ona görə aşağı sənsilir edirik. Bütün hamısı müsbət dəyərlər aldığı üçün bunu da yuxarıda alıram. Və bunun orta dəyərinə baxıram, bəli bu var. Və bu da olur nə? i-nin kvadratının yarısı. i-nin kvadratının yarısı. Və bu da nə idi? i-nin kvadratıdır. Buradan alırdıq ki, i-nin bərabərdir. i kök altında 2 ifadəsi alırdıq. Bunu hamınız orta məktəbdən bilirsiniz. Ona görə də əgər orta dəyəri 0 olan bir kəmiyyətimiz varsa, kvadratın orta dəyərinə baxmamız daha məqsəd uyğundur ki, o kvadratın orta dəyəri x-dən necə fərqlənəcək. Daima d, dt, d, dt nisbətində yazmaqdansa qısa olaraq sırf zamana görə törəmək üçün bir notdan, belə qeyddən istifadə edəcəm. Bu olacaq x-in ikinci dərb törəməsi. Bərabərdir fx çıxılsın 6 pi eta r vurulsun x-in birinci dərb törəməsi. İndi burada x özüdür. Biz x kvadratının orta dəyərini tapmalıyıq. Hər tərəfi x-ə vuraq. Hər tərəfi x-ə vursaq, eləyəcək n vurulsun x 2 nöqtə bərabərdir. X vurulsun fx çıxılsın 6 pi eta r x nöqtə. Bu formada qalmaqdansa, bunu gözəl bir bu diferensial tənliyi gözəl bir formaya salaq. Ondan sonra digər hissələrə inşallah ki, zaman-zaman baxacaq. İndi mən bu hissədən onu yazmaq istəyirəm. O söz görüşlənirəm. Deməli, burada bir balaca riyazi oyun oynamalıyıq. Müəllim də mənə dəstək olacaq. x 2 nöqtəni nə ilə əvəz edəcək? Deyirəm ki, dx kvadratı bölünsün dt. Nədir bu? X kvadratının zamana görə birinci tərəfi törəməsi. O eləyir nə? 2x x nöqtə. Üst keçir qarşıya 2x törəməsi. Bir də bu x özü də zamanla dəyişir, x-in törəməsi. Bunu bir dənə törəməsi alaq. D kvadratı x kvadrat bölünsün dt kvadrat. Yəni aldığımız bunun bir dənə törəməsini almalıyıq. O artıq hasilin törəməsi. Bir baş yazacağam. Birinci törəməsi bu ikinci. Birinci vurulsun ikincinin törəməsi. Birinci 2x-dir. Törəməsi nə eləyir? 2x nöqtə, bir də x nöqtə var qabaqda. X nöqtənin kvadratı. Üstə gəlirsin, birinci qalsın ikincinin törəməsi. O da eləyir 2x vurulsun x-in 2 nöqtəsi. Həmən bu lazımdır. Tapdıq mı? Tapdıq. Onu əvəzləyəcəm. Yəni bunu buradan əvəzləməliyim. Bəs bu nədir? X nöqtə. Bunu da buradan əvəzləyəcəm. Rahat şəkildə alıb 2-ni buradan silirəm. Bunu 2-lərdə kimi yazıram. Bu 2-ləri də buradan silirəm. Bunu da 2-lərdə kimi yazıram bura. Məncə ixtiyarım var. Buradan x nöqtəni yerinə qoyacağam. Buradan da bu bərabərliyi silirəm. Burada çıx yazıram, bunu bərabər edirəm. X 2 nöqtəni yerinə o ifadə yazacağız. Və tənliyi gözəlləşdirəcək. Tənliyimiz olacaq bu formada. Əsas tənliyimizdir. Dəyəri yerinə qoyaq. M vurulsun x üzəri 2 nöqtə. Baxın, nə almışam onun yerinə? X üzəri 2 nöqtə. Bu ifadə. Gətir bunu ifadədə yerinə qoyaq. Bir də M-ə qoy hər tərəfi. M bölünsün 2. M var qabaqda. Bu D kvadratı, x kvadratı bölünsün dt kvadrat. Çıxılsın bir də M burada var. M bölünsün x nöqtənin kvadratı. X nöqtənin kvadratı bərabərdir. X vurulsun x. Çıxılsın 6 pi yazmayaq, bir başa yazaq, vaxtımız çox çəkməsin. X vurulsun x üzəri nöqtə. Bu da x vurulsun x üzəri nöqtə. Nə var? 2-də 1 bu ifadə. Qabaqda 6 var, 6 ilə 2 neyəcək? İxtisar gələcək. Hesablamalı bir dənə xəttə gəlsəm. 3 pi eta r. Bu da düzdür. Bir də bu. 2 dəfə getdi də. Bir də bu ifadə. X kvadrat bölünsün dt-nin heç nə. dt. Bu ifadə. Tənliyimiz düzdürmü? Bir dənə də son olaraq göz yazılır. Bəli. Düzdür. Maraqlısı bundadır ki, bu bir dənə Brown hərəkəti üçün yazdığınızdır. Amma biz bir maye daxilində və yaxud da ki, mühit daxilində bir Brown zərərlərinə baxmırıq axı. Orada çox sayda Brown zərərçiləri var. Çox sayda Brown zərərçiləri olduğu üçün bunun ortalama dəyərinə baxacağıq. Ortalama dəyəri bayaqları qeyd elədim. Ya belə göstərə bilərik, ya üzərində xətlə göstərə bilərik. Hamısının orta dəyərinə baxmış olacaq arkadaşlar. Hamısının orta dəyərinə baxırıq, bunda orta dəyərinə baxırıq. Məsələ bundadır ki, bayaqları qeyd elədik ki, x-in ortalama dəyəri 0. Yaxşı, x-in ortalama dəyəri 0 olacaqsa, hətta burada bir fx vurğu da var. O fx vurğunda ortalama dəyəri 0-dır. Bura getdim 0-a.
Getdi sıfıra. Tənlik gözəlləşdi. Gəlin bunu buradan yazaq. N bölünsün 2 vurulsun. Nəyin nöqtə dəyər? D kvadrat x kvadrat bölünsün dt kvadrat. Çıxılsın n vurulsun x nöqtənin ortalama dəyəri. Burada kvadratı var idi. Nəyin kvadratı? Ancaq x kvadratı idi. Onda ortalama dəyər sadəcə buna aiddir. M türə də çıxa bilər, o heç sabit dəyərli. Bərabərdir mənfi 3 pi eta r bir də bunun ortalama dəyəri. Dx kvadrat bölünsün dt. Niyə bu getdi sıfıra? Çünki bayaq dedik ki, x-in özünün ortalama dəyəri 0 idisə, hasılsa. Hələ burada f özü də var. F-in də ortalama dəyəri 0. Bu ikisinin hasıl getdi sıfıra. Qaldı tənliyimiz bu gözəl formanı aldı. Bunun orta dəyərini tapmalıyıq. İndi məsələ nədir? Burada bu n x üzəri nöqtə, yəni x-in zamana görə birinci səmt törəməsinin kvadratı bu bizə hansı fiziki mənanı verir? Bir dənə bu fiziki mənasını danışsaq, qalanı sadə riyazi diferensial tənliyi olacaq, əvəzləmə edib tənliyi həll edəcəyik. Məqsədimiz nədir? Məqsədimiz bütün Brown hissəciklərinin ortalama yer dəyişməsinin x ox üzərində proyeksiyasını təyin etmək. Cümləni düz qoyduq mu? Bəli, düz qoyduq. Gəlin bunu baxaq ayrıca buna. Ayrıca bunu götürürük. M ortalama dəyər x nöqtənin kvadratı bərabərdir. X özü nədir? Koordinat. Birinci səmt törəməsi nədir? Sürətin x ox üzərində proyeksiyası. Kvadratı olur sürətin kvadratı. M bunun sürətin kvadratı, yəni Vx-in orta dəyərinin kvadratı. Sürət də bayaqlar dedik ki, x-in törəməsi, koordinatın törəməsi sürət verir bizə. Əla. Bəs bu Vx kvadratı nədir? Molekulyar kinetik nəzəriyyənin əsaslarını və yaxud da ki, əsas tənliyini çıxardanda, p bərabər 3/1 m0 n v kvadratını çıxardanda və ortalamanın kvadratını çıxardanda biz orada istifadə etmişdik və bilirik ki, Vx özü ümumi V-nin 3/1 hissəsi. Nə demək? Bu V bu artıq Descartes koordinat sistemində baxmayacaq. Bura 2 ölçülüdür. 3 ölçülü koordinat sistemində bu zərrəciyin sürətinin 3 komponenti var. X ox üzərində, Y ox üzərində və Z ox üzərində. Bircə mühit halına baxdığımız üçün sadəlik xatirinə. O zərrəciyin deməli, həm X oxunda, həm Y oxunda, həm Z oxunda hərəkət etmə ehtimalı indi. Hər birdə nə olur? Hər birdə V bölünsün 3, Vx də V bölü 3 olur, Vy də V bölü 3 olur, Vz də V bölünsün 3 dəyərində olur. Ona görə bu dəyəri çox rahatlıqla biz V-nin orta dəyərinin, baxın ha, V-nin orta dəyərinin kvadratının 3-ə nisbətdə kimi götürə bilərik. Bunun hər tərəfini 2-yə vurub bölsək, bu hissələr görünürdü. Hər tərəfini 2-yə vurub bölsək, 2 vurulsun mv kvadratı bölünsün 3 vurulsun 2. Bu sizə çox tanış gəlir. Mv kvadrat bölü 2 nədir? Kinetik enerji. Bu kinetik enerjinin yerinə biz KT ifadəsi yaza bilərik molekulyar kinetik nəzəriyyədə. Daha doğrusu 2/3 KT yaza bilərik. 2/3 KT yaza bilərik. Kinetik enerjinin düsturudur. Niyə Brown hərəkətində, nəyə görə Brown hərəkətində biz Brown zərrəciyi yad zərrəciyi olduğu halda mühitin orta kinetik enerjisini götürüb Brown zərrəciyi üçün yaza bilirik. Nə üçün bunu edirik? Biz əvvəldən molekulyar kinetik nəzəriyyə əsaslarını keçəndə qeyd elədik ki, ideal qazlar nədir? Kifayət qədər seyrəldirilmiş qazlardır. Amma kifayət qədər seyrəldirilmiş olsa belə ümumi həcmə nəzərən orada da sonsuz sayda ideal qaz atomları var. Bu qaz atomları bir-birinə qarşılıqlı təsirdə olmadığını biz belə varsayıb tənliyi çıxartdıq. Ancaq nə ilə qarşılıqlı təsirdə olurdu? Qabın dibi və divarları ilə və bunun nəticəsində təzyiq yaradırdı ki, molekulyar kinetik nəzəriyyədə təzyiq anlayışı bundan ibarətdir. İndi, bəs nəyə görə biz Brown hərəkətində yad hissəciyi belə 2/3 KT ilə göstərə bilərik? Səbəb? Çünki mühit daxilindəki yad hissəciklər də sanki belə təsəvvür edin ki, dırnaq içində qaz molekulları kimi olacaq. Yad hissəcikləri əlavə edəcəksə mühitin içərisinə, mühitə yayılacaq. O mühitə yayılanda biz qəbul edəcəyik ki, o yad hissəciklər bir-birlərinə qarşı təsirdə olmur və yalnız mühitin molekulları onu irələmə hərəkət etdirməyə məcbur edir. Ona görə də bu istilik tarazlığı halında deməli, yad hissəciyin
orta kinetik enerjisi ilə mühitin orta kinetik enerjisi eyniləşir. Yəni bu bunun rahatlıqla 2/3 yaza bilərik. 2/3 ixtisar getdi. İfadəmiz oldu nə? KT. Məsələ nədir? Bunun yerinə KT yazıb diferensial tənqini həll edəcəyik. Sol tərəfdə simvolyam məncə. Vansılıq. Tənlimiz nə formaya düşdü? Bunun yerinə KT yazıb, ifadəni yazırıq. M bölünsün 2 M bölünsün 2 kvadrat bölünsün kvadrat çıxılsın KT bərabərdir. Çıxılsın KT bərabərdir. Mənfi 3 pi eta r olsun dx kvadrat bölünsün dt kvadratın orta dəyəri. Bunun orta dəyərini almaq vacib. Bu belə uzun yazmayaq deyənə. Gəl buna A deyək. Bu olsun A-nın birinci sərfi törəməsi. Yaza bilərik. Bu A-dırsa, bu A-nın birinci sərfi törəməsi. Onda buna A deyək. Bura olsun A-nın törəməsi. Üzərində bir nöqtə qoyaq. Və yaxud da belə dA bölünsün dt. Onda əvəzləməni aparsaq, n bölünsün 2 bu ifadə dA bu dt çıx kt bərabərdir mənfi 3 pi eta r a. Bu adı artıq ikinci tərtib diferensial tənliyi 1-ə indirdik. Biri yazıb sonra əvəzləməni aparıb yerinə qoyacaq. Bəzi orada xırda riyazi detallar da var, onları da qeyd edəcəm. Axırda cavab almış olacaq. Məsələ nədir? Elə deməliyik ki, burada dəyişənimiz dA-dır. A ifadəsi burada, bunu bu tərəfə keçirməliyik. Proses zamanı mühitin temperaturunu sabit qəbul edirik. K Boltzmann sabiti, T temperatur sabit, 3 pi Arximedədədir, eta mayenin özüllüyü, R yad hissəciyin, Brown hissəciyinin radiusu bunlar sabit dəyərlərdir. Bir dənə dəyişən A, dA A-ya görə alırıq deyənə bunu bu tərəfə keçirməliyik. Qalınlarını sağ. Necə deyək? Hər tərəfi 3 pi eta ilə bölək. Hər tərəfi 3 pi eta ilə bölək. Onda burada nə olur? 6 pi eta r düz yazıq məsələn. Çıxılsın 3 pi eta r. Bu da A var. Bu da qaldı, elə mi? Bu da qaldı. Sadələşdi. İndi bunu keçirdirəm o tərəfə. Bunu keçirdirəm o tərəfə ifadəni al. M bölünsün 6 pi eta r. Vur. dA bölünsün dt bərabərdir. Bu tərəfə atıram. KT 3 pi eta r çıxılsın A. Bunu bütövlükdə, bunu məxrəzinə atmalıyam ki, hər tərəfi inteqralaya bilim. Çünki dt var burada, bu bizə mani olur. Onların yerlərini dəyişməliyik. Onda olacaq dA bölünsün buna. Bunu belə yazacağım. A çıxılsın KT bölünsün 3 pi eta r. Onun mənfisini atacağım bunun qabağına. Çünki yerlərini dəyişdim, mənfi almalıyam. Mənfi dəyəri qabağa atacağım. Bizə vacib lazımdır, harada lazımdır deyəcəm. Bunu tərs çevirib dt-yə vurmalıyam, düzdürmü? 6 pi eta r böləyim vurulsun dt. Bu artıq bilirsiniz ki, kifayət qədər sadələşdi. Bunlar hamısı sabitlərdir. Bu dt-dir, bu sabitdir. Burada da bunlar sabitdir. Hər tərəfi integral edirik. Harada fərq edər? Dəyişənimiz adı A-ya görə integral almışıq. Ona görə sıfırdan A-ya. Müəllim, orada mənfi nəzərə aldınız. Mənfi nəzərə aldım. Çox sağ olun. Sıfırdan A-ya. Burada dəyişən T-dir. Sıfırdan T-yə. Bu arada təcrübəni başlayanda sani ölçənə biz sıfırdan başlamışıq deyənə integral aşağı sərhəd sıfır olmalıdır. Harada yekunlaşdırdırsa T anında o integralın xarici sərhəddə olsun. Burada olsun T. Bunu bir dənə burada ifadə var. Bax, fikir versiniz dA yazmışıq bura. Bu diferensial A dediyimiz hissənin bunu belə yazsaq da nəsə bir problemi var mı? KT bölünsün 3 pi eta h. Yox. Niyə? Çünki bu sabit deyil. Bunun diferensial gələcək 0. Yenə qalacaq dA. İçərisinə T sabitdir. ifadəniz bəli T sabit. Proses zamanı T sabit olacaq.
Bunu atdım bunun içərisinə. Düzdürmü? Yenə də integral olduğu kimi qaldı. Bəli. Biz də bilirsiniz ki, artıq 1/x'in, dx/x'in integralı kimi bu x-dirsə, bu da x-dir. Onun integralı ln x olacaq. Sənədləri qoyub məsələn yazacağıq. Sağ tərəf sizə. O fərq müsbət yoxsa mənfi? Hansı? Açıqsın kategorisinin 3 pi. Bu sabit dəyərdir. Yox, A'dan 10 çıxsa o müsbət olur yoxsa mənfi olur? A'dan bunu çıxsa, bu məxrəc nəticə o da olur. Hə. Hə, o müsbət mənfiliyi burada problem deyil. Hə, oldu nə? Bu integralın cavabı oldu ln. Onda modul da Yuxarıcı qiymət aşağıcı qiymət olacaq. Ln birbaşa yazıldı onda. Ln birinci A qiymətini qoyuram. Dəyişənimiz nədir? A. A qiyməti qoyulanda bu olduğu kimi qalır. Ln A çıxılsın, KT bölünsün, 3pi eta r. Çıx aşağıcı sənə. Aşağıcı sənədə dəyişən A-dır deyənə 0 yerine A qoyacaq, mənfi qalır, bu qalacaq. Ln mənfi KT bölünsün, 3pi eta r. Bərabər buna integral 0-dan t'yə dt bu sabit olduğu için integral xaricinə, operatorun xaricinə çıxıb, qalır dt. 0-dan t'yə bu da t'dir. Olur 6pi eta r bölü n olur t. Bu nə oldu? Bu oldu bizim əsas təlimimiz. Bundan sonraki logaritmanın qaydalarından onsuz da bilirsiniz ki, burada çıx olduğu için bunu bölməliyəm. Logaritma ln-dəki bu əsası y əsaslı olandır. Üstü funksiya kimi yazıb, məsələn düzəldəcəyik, haradasa mənfi itirmişik. Burada mənfi var. Qabağını mənfi var. İndi ln nədir? Çıxma isə bunu buna bölürdük. Onda A çıxılsın, KT bölünsün, 3pi eta r. Bu, böləm buna. Mənfi KT bölünsün, 3pi eta r. Bərabərdir bu ifadə. Mənfi 6pi eta r bölü m bu t. İfadəni sadələşdirmək lazımdır. Bu bura vurulanda məncə hamısı ixtisar Y edir. üstünde olmalıdır. Çoxu bu buna böləndə bu ln olmalıdır. Ha. Bəli. İndi düz oldu. Bəli. İndi düz oldu. İndi ifadəmiz, bunu tapanda y üzəri bunu yazacağım. Bir də buna vurmalıyam da məxrəc olduğu için. A çıxılsın, KT bölünsün, 3pi eta r. Yəni bu bərabərdir. Bu vurulsun, mənfi KT bölünsün, 3pi eta r vurulsun, y üzəri bu. Mənfi 6pi eta r bölü Gözəlləşdirdik təlimimiz. Sağ tərəfi keçirdik, eyni hədləri mötərizə xaricinə çıxartsaq, bunu görəcək. Bəli. Sağ tərəfə keçirdik, eyni hədləri mötərizə xaricinə çıxartsaq, A üçün aldığımız dəyər bizə A lazım idi. Çünki A-ya əvvəldən demişik, bu A-ya bunu demişik, bizə koordinat lazım idi. A bərabərdir, KT bölünsün, 3pi eta r mötərizədə 1 çıxılsın, y üzəri mənfi 6pi eta. O primeri götürdü var. Yukarıda yukarı. Sağını gözü sarı. Sarı daha yaşlı. Sağını götürülür. R bölünsün, M vurulsun T. Oldu təlimlik belə, kifayət hesabda. İndi bu bizim əsas təlimimizdir. Hər şeyi həll elədik, ifadəni aldıq. İndi mahiyyət. Təcrübə ilə götürəndə, təcrübə əsaslanır. Bu riyazi olaraq belədir. İndi gəlin baxaq görək, təcrübədə nə nəticə əldə edirik? Bu Brown üstəzliyinin kütləsidir. Bu Brown üstəzliyinin kütləsi 10 üzəri mənfi 12 tərtibində olacaq. Təxminən 10 üzəri mənfi 12 tərtibində. 10 üzəri mənfi 12 tərtibində olanda bu yuxarı qalxacaq, 10 üzəri 12 müsbət olacaq. Və y üzəri mənfi olduğu üçün 1 bölü y-nin üzəri 10 üzəri 12 ilə artacaq. Ona görə bu təxmini birdən o qədər çox kiçik olacaq ki, demək olar ki, sayılmayacaq. Qalacaq bu ifadə.
A bərabərdir. KT bölünsün. Yaxşı rəng dəyişdik. 3 pi eta. Yaxşı rəng dəyişdik. KT bölünsün 3 pi eta ifadəmizi aldıq. A nədir? A orada orta yer dəyişməni təyin etmişik. D x kvadrat bölünsün dt bərabərdir KT bölünsün 3 pi eta. Bunu artıq həll eləmirik. Nə? Burada limit var. Diferensialı yazanda sonsuz qədər yaxınlaşma ilə yazmışıq. Amma bizim məsələdə bu zamanı sonsuz qədər yaxınlaşma deyil. O üzəri -4 tərtibinə qədər deyənə sonlu yaxınlaşmadır deyənə. Sonlu yaxınlaşma olanda d delta'ya çevriləcək. O zaman ifadəmiz olacaq delta x kvadratın orta dəyəri bərabərdir kt bölünsün 3 pi eta r, bir də bunu vururam bura delta t. Olacaq bu göstərdik ki, bir Brown hərəkət, Brown zərərciklərinin deməli yer dəyişməsinin x ox üzərindəki proyekt, yer dəyişməsinin kvadratının x ox üzərindəki proyeksiyasıdır. Bu ifadə ilə artıq bunu tərcih olaraq təsdiq etmək lazımdır. Bunu da Fransız fiziki Jean Perrin mikroskop altında müstəvi dekantlardan sistemindən istifadə edək, sonra onları hissə-hissə bölür, kiçik-kiçik uzaqlara bölür və orada delta t-ni səhv yanında qalmayıbsa, delta t-ni 30 saniyə götürməklə buradan pi bəllidir, eta hansı mayedirsə onun etası bəllidir, R Brown hissəciyinin radiusu o da bəllidir, temperaturda verilən temperaturdur, Boltzmann sabitinin ədədi qiymətini təyin edir. Boltzmann sabit sual yaranlar üçün bunu necə təyin edirik? Lap əvvəldən onu əslində dediyim, bir dənə də burada yazmaqda fayda var. Bu ortalama dəyərdir. Sol silyasi yaxşı görürsün. O sol tərəfi, sol tərəfi sil, orada yaz. Tamam anladım. Məsələn, burada yazmaqda onun fayda var. Yəni, o qədər önemli şey deyil, amma bir dənə yazaq. Delta x1 üstə gəl delta x2 kvadratı. Üstə gəl nöqtə xn kvadratı bölünsün n dənə Brown zərərciyi var. Bu da gözəl formada belə göstərə bilərik. Birdən n-ə nələr cəmləyirik? Delta x2 kvadratlarını cəmləyirik. Orta dəyərlərlə bölürsən n-ə. Bu da buradan zaten mikroskopla bunu təyin edilir olur. X oxundakı yer dəyişmələri tapıb sayına bölüb, ortalama sayı bölüb ifadəni almaq olur. Yəni bunların hansı bəllidir? Bir dənə K Boltzmann sabitini təyin edirik. Boltzmann sabiti əvvəldən də bildiyimiz bir sabit dəyər olduğu üçün bu ifadələr K-ya bir qiymət alırıq. Görək həqiqətən Boltzmann sabitinə yaxınlaşırmı? Bəli, həqiqətən də təcrübə ilə təsdiq olunur ki, o Boltzmann dəyərinə yaxın bir dəyər alınır. Ona görə də bu nəzəriyyə düzdür. Brown hissəciyinin yer dəyişməsinin orta kvadratı düzdür, o formada təyin olunur. Getdi. Nərman şey, Nərman